Bismillahirrahmanirrahim. Həyatda hər şey dəyişə bilər. Məktəb, şəhər, peşə, hətta fikirlərimiz də. Amma əsl dost dəyişmir. Çünki dost sadəcə vaxt keçirdiyin insan deyil. Dost, çətin anlarda səninlə olan, susanda səni anlayan, uzaqda olsa belə qəlbində yaşayan insandır. Əsl dost sənə xoşbəxt anlar yaşadan deyil, hüzünlü anlarında səssizcə yanında dayanan insandır. Səni tərifləyən yox, səni düz yola çəkən, səhvini üzünə deyən insandır. Bəzən elə dostluqlar olur ki, illərlə davam edir, amma içində səmimiyyət yoxdur. Bəzən də bir insanla qısa müddətdə tanış olursan, amma qardaşdan da yaxın olur. Dostluq maraq üstündə qurularsa, o ilk çətinlikdə dağılar. Amma dürüstlük, hörmət və güvən üzərində qurulmuş dostluq illərlə davam edir. Çünki bəzən bir dostun varlığı bütün bir həyatın yükünü yüngülləşdirə bilər. Əsl dost sənin arxanca yox, yanında gedəndir. Sənin uğruna sevinən, çətinliyinə kədərlənəndir. Sənin yoxluğunda belə sənin haqqında gözəl danışandır. Və unutma, hər kəsin yanında çox adam ola bilər, amma hər kəsin dostu olmaz. Əgər sənin əsl dostun varsa, onu qoru. Çünki bugün dost sayılanların çoxu sadəcə tamaşaçıdır.